Salam hamıya, salam dostlar. Mirferd yazıb Cizillah dostumuz. Necəsiz Videoda Fərdən bəy? söyüş olacaq. Necə? Videoda söyüş olacaq. Hə, nəşə olmur. Onda rahat belə buraxa bilərəm. Mən. Onda mən sənin ağzını. Necəsiz Mirəzən bəy? Sağ ol. Sən necəsən Fərdi müəllim? Sağ ol, yaxşıyam. Bir dənə dayanın. Brother, Heç nə qardaş. Bu videoda Deməli, qardaş, bizim elə deməli ilk o. Niyə yağın boşaldırsan ki onu? çünki boşaltmaq lazımdır. Format. Yağ filtre, motor yağını dəyişdirir. Düz deyirsən qardaş. Bağışla işimə qarışdığım üçün. Allah bağışlasın. Fərdi bəy, biz buranı açmamışdıq keçən oyun. Haranı Mirəzən bəy? Buranı Bir dənə açdıq, bu 2 dənə gəldi də. Normalda 2 dənə idi, onu açdıq 4 dənə oldu. Məncə yox. Elə idi qardaşım, elə idi. Bunu düzəldəcək. Oksigen sensoru altdadır, çelik hortum altdadır, antifrizimiz var. Antifriz ekləyək. Sonra nə qalır? Qalx görüm. Aa, niyə ayrı qalxdı ki? Həmişə şey eləyəndə özü düzəldirdi, indi düzəltmədi. Yoxsa yox. Yenə pis deyil. Çelik hortum harda olur? Hə, burada. Sən bir dənə şey elə, mən gəlirəm. Yox. Bir Allah bilir, heç xəbərim olmadı, o 2 dənə şeyə nə qoyduq bu verdim, elə. Bir də hasarlı jant flaşını bul. Jant flaşını 12 milim olanla değiştir. Döndür jant flaşını gel tap da. Tak. Bir de bunun şeylerini takım yerine. Yıldana qaldı. Hasarlı jant flanşını 12 milim olanla değiş. Bəs mən buna indi 12 milimlə dəyiş deyir. Hə. 14 inçli 12 milim. 14 inçli 12 milim. 14 inçli 12 milim. On 14 inçli 12 milim. O gəlsin, bunu da təslim edirəm. Aa, 300 arpa olmuşuq. Volkswagen götürüm qaqa. 300 arpa yox, 500. Ha, götürsən götür. Xeyirli olsun da indidən belə Volkswagen maşınları ala bilərik. Momentalni Volkswagen gəldi. Hiss Momentalni. elədi də uğraş, hiss elədi sənə. Özdə bunların müştəriləri daha pulludur. Volkswagen ümumiyyətlə motor yiyən maşındır. Onu test ora gəlir. Qardaşım, bu maşından işini qurtardı mənim. İt kimi elədik maşını. Bütün problemlərini həll elədik. Nə buna güzgü qoysaymışlar maşınlara həqiqətən arxa. Biz şey almalıyıq, boya yeri almalıyıq, boyacı. Mütləq. 1200 dollar idi. Bəs RP nə qədər idi? Ölkəyə çatar bölümdə. Baxın, əgər olsa düşünmədən Mən alacaq. gedirəm baxmağa. Yaxşı. Yox, 800 arpa istəyir, bura 800. Çoxdur ha. Çaşıb boya işə alma. Hardasan? Yenə boya işi alma deyəndə boya işi alıram. Sən hansına baxırsan, mən hansını götürüm? Mən Volkswagen qutarım, bu birisi biraz işləri çoxdur. Antifriz eklə. Bunu mən həll eləyərəm də, sən istəyən Volkswagenə bax. Şu. Nəsə zakaz vermirsən buna görə?
Yox. Okay, bu məndədir qardaşım üçün. Sən yorma özünü, mən həll eləyərəm qardaş. Bunu sürüm ona görə, bunu sürməyə necə istə. Bir dənə bəlkə təslim yer almayı Fərdi. Nə düşünürsən? How many? 400 dollar. Səncə dəyərmi? 1300 var. Çox dolu pulumuz yoxdur. Məncə göz qalsın. Məncə dəyər. Məncə yox. Çünki o birisi 1200 dollardır bura. Düşün. Bax, bu 2 gün sonra gələcək. Sabah, məsələn, bugün biz pul qazana bilməyəcəyik. Bu gün maşınları hazır eləyərik də. Əlimizdə 2 dənə maşın var. Məndəki maşınların... Mənim maşınım hazırdır. Məndə maşının işi çoxdur. Antifriz ekləyəcəm, katalitik konvertörü dəyişəcəm, oksigen sensörünü dəyişəcəm. Antifrizimiz vardır da yəqin. Var. Antifriz ekləyirəm. Sağ arka kafi boya deyir, onu onsuz edəməyəcəm. Bunu yarım olaraq təslim edirik. Tişli deyə maşın yuma yer ala bilərik. Yub təhvil verək. Görəm posta nə qədər fərq eləyir ki, qiymət. Mən hansını alım içəri səncə? Bu yaxıncını alıram içəri. Squeaking clutch pedal. Nəyindən hansını alsan, bura? Ağı. O lastik setini sən bunda da lastik var, olma ona yazlıq deyir. Bu niyə rulu belə yavaşdır? Kalper satıcının alternator altdadır, alternator karşı altdadır. Bir dənə pedal deyir olur. Pedal squeaking. Squeak akmaq idi, görən. Günümüz bitmə ha. Günü bitirmək lazımdır. Okay, bitirərik. Bir dənə bunu translate'dan baxım. Squeak nə deməkdir? Axmaq idi, elə bir, yəni deyir pedalın nəysə, yoxsa səhv mi bilirəm? Squeak. Qızırtı. Pedaldan qızırtı gəlir. Şeydən ola bilər, görən. Gearbox. Ola bilər. Yenə qaldırım yuxarı. Jant plaşını bul, 12 milim. Kaliper, alternatörü değiştir, alternatör paylaşını değiştir. Bu məndədir qardaşım, sən öz maşınıma bax da o. Başqa maşın yoxdur. Fərdi, başqa maşın yox. Bu nədir? Ha, bunu necə görürəm? Nəysə. Zakazla deyəcək. Olmağını qoy, səbəti hazırlayayım, sonra edeyim ki, sana bax. Aha, maşınımız getdi. 1800 dollar. Bax, istəsən indi aça bilərik oranı. Açım? Dirəm. Ha, aç. İstəyirsən sən aç, onu sən elə. Okey. Bunun nə olub ala, təkəri gedib öpüşüyor. Nə oldu sənə? Hasarlı jant yağı filtresi, egzoz yağı. Bunu qəbul etdim, bunu həll eləyərik. Bu nə deyil? Fərdi, bizə nəyə fikir vermək lazımdır, Fərdi? Qəbul et. Hə? Ha, Fərdi. Bizə nə qədər pul verəcək ona da bax. Baş 100 dollarlıq işlər götürmədə 1000 dollarlıq işlər götür. Başla qardaş. Başım olur. Burada var idi, bunu dəyişək.
şeydə bura silmə işarəsinə basılı tutursan üstündə deyəm. 200 dollar pul verir. Sonra bir dənə bu squeaking clutch pedal deyir. O görən buradan ola bilər. Bir dənə yoxlayacağam onu. Gıcırtı var deyir clutch pedalda. Buradan bir şeydir mi? Bax, debriyaj bilyası. 4 dənə. Onlar gələnə qədər mən şeyləri ayırım, təkərləri. Səndə təkər var. Qarışmasın təkər. Təkər yox. Səncə. Ay brat. Nereye? Mən internetim getdi ala. Yo buradayım. Sana yoxlayırdım görüm internetin geçsene niye yazsın. Samur tekerlek. Alo, Alo. gəlsən də. Oyundayım. Sen neredesin? Mən təkər balans edirəm. Balansda şey olub. Mən balans eləyəm. Sende de maşınlar ayrı yanıb, bak gör. Ha, düzələr o. Qorxusu yox. Demək olar qaldığımız yerdə. Yox. Ha maşınlardır. Soya bilet hamısı 9600 dollar pul verir. Ha. Deyilmə. Təkər dəyişməyi də bacardı. Şimdi dəyişəlim. Bu gedir hazıra. Yenə çatışma. Axşam oldu. O 9600 dollarımız yatır. Bu nədir? 9'da gələcək. O maşını birinci elə ki, Fərdi pul alıb keç. Birinci onu... Sabah 3'ü də gəlir. Yağ filtresini, motor yağını, egzoz susturucusu. De burada səni içəri alım. Qalx, yağını boşaldacaq. Yaxşı. Vay, araba teslim edildi. Nə qədər pulumuz var? Bunlar gəlir. O 5000 dollarlığı şeylər Fərdi. Səbətə işlədin sən? Yox, hələ heç nə eləməmişim, baxın. Yaxşı, elə mən səbətə işləyirəm. Maşınları qoyuram hazıra. 5000 yox, özə 9000 dollar xahiş edirəm. Mənə deyir ki, drift təkər tax. Mən drift təkər taxsam elə 1500 dollar edir. Neyniyim mən? Və məndə də təkər idi, amma gördüm 9000 dollar pul verdi. Hey, your O car is 11'də gələcək. 2 gün sonra gələcək. Bu 246 dollar pul verdi. Bu boşuna yer tutacaq. Bəli. Tamamilə doğrudur. Zakaz elədin sən? Hə, qardaşım. Sən varsın.
İndi nə qaldı bir dənə motor yağı, hasarlı jant flaşı. İndi onu tapaq. Bunun salamat. Salamat onda bunda problem. Bir de motor yağı tökülüyor buna fisə. Hey, your car is ready for Sabah cihazı götürməyə. Bunu 2 gün sonra gəlib götürəcək. 2 gün sonra $10.000 pul gəlir bura. Bak. ABS pompası, yağ filtresi, motor yağı, engine fails to start. Bu motoru işləmir. Ben burasına baxaq görək burdandır starterları sıçdırıb. Start edenler. 2 dənə 20 amp alacağım. 2 dənə 20 amp. Bir dənə də ABS pompası aldım. 2 dənə 20 amp, bir dənə də ABS pompası. Yaxşı qardaş. $1000 satışlar bitti. Böyle pullu işler. Yaxşı. Burada hocam. Bizim servislerle böyle servis değil. Detailing. Pro. Bəli. Akşam oldu. Təşərrüt olması demək. Yağ filtresini değiştir, motor yağını değiştir. Bunu hələlik qoyuram içəri, bunu sabah yağını zat değişəcəm. Sonra bunun işi qutar. Bunları həll eləyərik. $5000 maşın çıxır indi. Sabah da $10.000 pul gəlir. Özə sabah 800 oluruq. Gələn kim promoy boyayı aça bilərik. Ha. Pula pul deməyəcək. Hepsinin amına koyacağız kardeş. Yuduzdurarıq eləyərik maşını. Hər şey. İşçi tutmaq olur görəsən. Altı moyka üstüne de bir tane çayxana özü. Bu da hazır. Ha, təbii. Ha? İşçi tutmaq olur görəsən. Variable deyir, hava filtresi. 12-ci gün gələcək, sabah bir gün gələcək. Hava filtresi tutalım. Hava filtresi. $371 verir. Nədir? Radyatör fanını dəyişdir, aküyü dəyişdir. Bu asandır, bunu gələyək. Bu gün 11-ci gündən əvvəl. 14'lük kaliper, akü, hava. Kaliper 14'lük. Hava filtre. Akü, bir de alternatör. 70 megapiksel akü, 70 megapiksel akü. Ona bak hazırla sonra ben ne vereceğim. Hava filtre 2'den aniye var. Sen de zakaz vermişsen yoksa? Hava filtresi yok. Bu lapex'te olsun 2 tane. Neyse işte bu. Ha, şeye takılacak da göy. Göyün üçün takım koy onda. Bəzi işlərini həll eləmiş olaq. Alternatör. Bunlar bu Volkswagen'ler yaman süratli daha fərdi. Çox sürətli. Ne alternatör karşıda olmuyor buna. Hadi.
115 dollara dəymir. 115 dollar verib 50 dənə iş görmək. Dəymir 4 dollar. 814 LP. Şey alım. Gözdə pulumuz yoxdur. Qoy o maşın 9000 dollarlıq geçsin sonra. Pulumuz yoxdur, bura səbirli. Bu body repair nə işə yarayır Fərdə? Hə? Body repair, paint'in yanında. O da arada şey zat deyir. Pasını zat qaldır desə pasını dəyişirsən. Belə də saxlasam təslim alar da gəl. Nə fərqi var ki, arxa-arxaya saxladım onu. Kompüter nəsə dondu, ürəyim getdi. Sözünə düzəldir sözünü. Hey, your car is ready for pickup. Bu nə maşındır? Bunu istəsək də eləyirik. I think something's not right with this vehicle. Aha. Sıra gəldi buna. Sən mən sual verim. ABS pompası maşın arasında yerləşdir. Deyə qardaşım burada olur. Yox, Hı. aşağı endirməlisən. Yoxsa deyən buradan da bəlkə ulaşım olur deyən. Görüm olurmu? Deyə buradadır. Ya bax iki dəmirin arasından bax. Gördün? Gördüm. Axşam oldu bu arada. Süspansiyonu da ayarlı deyir. 200 dollar. Açdım. Aç geçsin. Şu. İndi pullu müştərilər gəlsin. 1000-dən yuxarı gəlməyin. Böyle değiştirelim. İndi görüm. Bu boyda iş görəcəm. 1500 dollar verəsəm ana. Bu boyda işinə ekstra kalın. Rəhbələrim. Ben koyup 6000 dolar ama böyle bir şey gelmeli. Bujileri değiştir, jantları değiştir, az bulunduğunu Baş verilmeli. süspansiyonda hələ də bir dəyişiklik yoxdur. Mən bu yay söhbətini heç başa düşmədim. Bırak, süspansiyon necə dəyişirlər ki 18-20 insə. Nəysə də onu eləmədən təslim verəcəm. Murat, mənim disklərimin hansınsa işlətməmsən? Fren diski. Hə, Yo, zakaz eləmişəm. Təzə fren diski zakaz eləmişəm. gəlim. O zaman mənim fren disklərim azalıb ona görə. Elə. Məncə yo, mənim də bir dənə fren Mənim diski lazım. təkələrim də gedib. Satmısan nəsə? Yo, heç satmamışım. Təkərlərdə yoxdur axı. Yo, ola bilməz. Heç də satmamışım. Baxın, bahara getdi bunlar. Mən fren diski zakaz eləmişdim. O hanı? Sən işlədin sən. Yox, işlətmədim onu. Taxdım, sonra gördüm ki, mənimki deyil, sökdüm. Yoxdur axı bu dəqiqə göstərmir. Mən fren diski istəyirəm. Yoxdur bu. Vallahi taxdım, sonra gördüm ki, məndə 100% çıxır da bir dənə. Sən burada niyə 16 içdi da ala bu? Sən səhv zakaz eləmişsən bəlkə. Məndəkindən 100% çıxır. 18 inç. 16 lazım. Mən zakaz eləməmişəm. Bir də qalıbıram. Qaç getmişəm şey ya. Oradan. Ay, yanlış işləm bedelidir. Mən nəysə səhv taxmışam. Təzə maşınları götürə bilirik. Götür. Toyota, Ford, Honda hamısını açdım. Egzoz sürüsünü değiştir. Vallahi lastik bulunamadı deyir. Mən buna təzə lastik alan da öləm, naxı bilər. Ay buraya, deyəsən alacağım.
18'lik normal bir dənə təkər lazım. Ən ucuz neçədir? 18'lik. 101 dollar, 101 dollar. Yazlıq verirəm 4 dənə. Jant. Jant alamıram axı mən. Ben necə Bu eləyəcəm? yoxdur. Yox, minərli RP istəyir. Çatırıq ucu ona. Az qalma. Qaydı bu lift soda çikdirdi bu lift. Ben volant da almıştım. Flywheel Steel. Evet, o birisinden almışmışım. Neyse. Kullanırız illa. Qırx saniyə gözləyəcəm. Başqa maşın götürüm. Hələlik onda. Bu maşını indirəmirəm. Hi there. I'm having some trouble. Please have a look at it. Ama 373 dollar. Larry, what the hell are you doing? Nədir vızqırt? Can you check what's wrong? Larry, you can't. Burada ne maşınımızda bizim bir dənə yatıb. Ben bir dənə jant almalıyam. Su başqa iş nə? Onda qardaş. O evlə Supra gəldi. Murat, Supra radyatör fanını değiştir. O işləmir. Murat, az bulunur və ya nadiri hardan bilə bilərik? Efsane. Buna baxamadım. Hadi nadir, yəni az bulunan. Hadi gəlin. 4 dənə alaq. Neçəlik jant istəyirdim. Onu değiştirdim. Az bulunan 14'tür. 14'tü bir daha az bulunan jant alıram. 14'tü bir daha az bulunan jant alıram. Radyatör fanı. Bir də Honda izlatör. Az bulunan. Bir dənə radyatör fanı lazımdır mənə. Herhangi bir radyatör fanı da. One Piece radyatör fanı. Honda S2000 nədir bu? Buydu sən dedin düzəltilməli. Honda S2000 diye Murat, bu Supra değil. Murat, uçur ya Murat, uçur. Zor maşın diye. Bir dənə bir kuruq at bundan dəli olsa, olsa gün bitib. Bir dənə bir kuruq at. Demdən bu maşınımı qurtarmamış Murat, mən başqa iş görmərəm elə. Sən Mən də sənə aşıq bir adamam. Yanda özün yiyorsan Murat. Düymeye bassan yuyur. Harda ola bilər ki, sənin maşınından bir dənə təkəri diskindən ayırdım istəmədən. Hər hansı bir şeyim yoxdur. Təzə lastik, təzə təkər alacaq. Yağ təslim edək tərtəmiz. Yudum diye əlavə pul verdi ya la. Honda'nı da elə yerə saxlamışsan da eski mi? Adam sürmək istəyir. Hey, your car is ready for pickup. Şunu atla. Atlayıram. Ya balans iyi təkəri elə yaxşı atlayın. Hey, could you check this? Aminəşdə darp oldum pis, ala bildim.
18'lik jant. 16, 16, 18. Onsuz alabilirmişəm, ne deyəsən? Öyle 50 saniye değil. Zibili de almışsan ondan düzelt, hiç olmuyor. Hello. I think something. Hazır maşınımız yok diye bir dənə də. Let's have a look at it. Oy bile 3500 iş gəlib. Tüm kaportayı boya. Açıram qaqa, sənin tüm kaportanı boyayaram. Hi there. I'm having some trouble with. Sənin kaportanı da, sənin öz kaportanı da boyayaram. Okay. Hadi patlak lastiği bul, egzoz susturucusu. Bu 2 saniyeli işləyib, yoxsa liftimiz yoxdur boşda. Ne 7 saniye. Her zaman boşalır. Lift boşalır bizden. Məndə də boşalacaq. Lift deyirəm zaten. İşte büyük çalışma şimdi. $5.000 da bundan gelir. Hey, your car. 15-ci gün, 2 gün sonra gələcək. $6.000 imiş abi de. Honda'yı Ya, alırsan sən? alıyorum. Did you check this car for me? Nədir? Jant göbeği, süspansiyon. 2000 verir, amma bir həll eləyənmədim. Götürmürəm bunu. O jant süspansiyonu həll eləyənmədim. Bu nədir? Tüm kaportayı boya, hava filtresini dəyişdir. Headlights won't turn on. Headlights işləmir. Ha, sənin bu Honda'dan bir dənə də gəldi. Headlights'ını görən buradandır sənin. Lastik ve egzoz üstüne. Ben derdim hani $3.000'dan aşağı iş vermedim. İndi boyamaya gedirəm. Boyama deyirdi nə istəyir? Birinci yumalısan, sonra ne bileyim dombalmalısan işte. Birinci yuyub sonra pasını sökməliyəm. Aa, Okey, birinci yuyaq. Yuyum. Yudum. Sonra pasını sökməliyəm. Pasını necə sökürdük? Ne edirsən burada? Nəyə basırsan bura? sonra düğmeye bas. Sana çık şöyle düğmeye bas. Ha. Ne deyir bu? Her yerindeyir tüm kaportayı. Oyla maşın rengi değişti ama.
3600 dollar. Oyda 3 tane yeni maşınlar var. Aa, sen verdin bunu təhvil. Onu təzəyə açdım. Neçədir? Pul box kimin? 600 veririz. Yani bunun şeyini aramadım sahibine. Hey, your car is ready for pickup. Honda'yı ara da gaga sahibine. Ya bir saxlayım da maşını. Düz saxlamalı, saxlamalıdır. Düzəltdim. Günah deyirəm. Kimi, səndə maşın qalmadı, hamısını əldə elədik. Zor işləmiş ya sana. İt kimi. Yaxın gəlir. BMW gəldi. BMW ala bilirsən təmsilciyi. Gözlə, gözlə, gözlə. Görüm açılıb mı? Yox, 4000 açılmayıb. dollar. Onda bunu tutturuyor. 1300 etibar istəyir. Bir dənəsi gəlsin, 15.000 dollar. Yer aça bilirik nəsə. Yenə bir ablacım, siktir git. Barrett, you can't just. Oh, Müştəri kabili alan birini artırır. Mən Maşına inşaat tanımadı. Hə, ağaları yenə aça bilərik onu. Bu nə maşındır qaqa? BMW BMW də. siktir elə bunu. Sən bunu siktir elə, mən o şeyləri də açım. Gör neçədir? BMW gəldi. 600 o, hamısını açıram mən. Aha gəldi şey. 546 dollar. Dur, bas payını. Hamısını açdım bura. Aslında asan iş idi. Prosta gəl əvvəl qabili yardım saçdım. Asıb Aha, 2800 pis deyil, bunu eləyirəm. nə deyir? 2842. Nə işidir ki? Rotcam suyudur, direksiyonu, bir dənə də yazlıq lastik seti. Alıram. Lada gəldi 480. Jant flashına görə, sırf ona görə 480 dollar istəmir. Minimum var, minimum 1000 belirli. Aa, bunun motorundan bir dənə səs gəlir ha. Sən Luboy maşını sürməmiş vermirsən. Sən Moykada işləsən, sən Bir maşın dənə vermərəm. drifte eləyir. Sən Moykada işləsən, sən maşın vermərəm, değil mi? Oy bilə 4000 dollarlıq iş gəldi. Hasarlı kaliper cam suyub. Ablacım mənim. Bu dəqiqə. Sən başım gözüm üstünə. Bir dənə tez. Tüm kaportayı boya. Pasta lastiği bulum. Onu bulum. Electric system is cutting out. Engine fails to start. Demək, birinci bu işləmir deyir. Buradan başlayalım. Bu dəqiqə bu maşın işləyə bilir. Hasarlı kaliper və patlaq lastik deyir indi. Sən gir içəri. Sənin bir dənə təkərini taxın, dəyişin. Süper, bunu qutaram. İt kimi iş gedir. Bundan normal pul qıracam var, görərsən. Çox qəşəng oynayır gibi uğraşlar. Şey deyir ki, korna işləmir. Kornanı harada düzəldirlər? Orada da brat o elektrik sistemdədir. O şey start zat baxdığımız. Tapdım. Bu təkəri ayırım. Məndəki nə idi? Çox 16 var. Fərdi Turhan bu olar da 16. Budur məncə. 16 idi da sənin təkərin. 16 inç Winter deyirdi. 16 inç Winter. 16 inç Winter. Lastik. 16 qışlıq bir dənə lazımdır. 28 saniyəyə gəlir. Onu taxacam, bunun işi qutaracaq. Sonra kaportayı boyalar. 2760'lıq vibration during shifting bilirəm, local power, okey, onu da anladım. Clutch better.
Clutch pedal. Sən qəbul edirəm, sən eləyəcəm. Axşam oldu bu arada. Ama siparişi vermişdim de ben inşallah hiç para vermedim ona. Bunun bir tane kaldı, kaportayı boya. Ben gittim Murat karşıya. Günü bitirmemiş ya biz. Gününü al. Hele bitirme, hele bitirme. Bunu kurtarırım. Bunun gününe ihtiyacı yoktu. Bunu kurtarırım. Bunu eləməyə gün gözləməyə ihtiyac yoxdur. Ya da istəsən olmağını bitirə də bilərsən. Eğer sen bir, yani vacib işin varsa bitir. Vacib işimdən də zakaz eləməliyəm sayımızda. Çöldəki şeylerde de var ya. Çöldə 2 dənə maşın var. Xəbərin var, gözləyən. Baxaram onlara da. Birini sen götürərsən, birini mən. Gəl bu günləri inventorimizi təmizləyək də. Okey. Qoy bunu kurtarım onda. Şey eləyək. So, $4000 gələcək bundan. Hey, your car is ready for pickup. So, bitirə bilərsən if you want. Amma gəl birinci inventory'yi təmizləyək həqiqətən yəni. Yox, təmizlədik. Təmiz. So, gün atlaya bilərik. Bir dənə görün bunların nə dərdi var. Kaportayı boya, vibrations okay. Lack of power when accelerating. Clutch pedal is extremely stiff. Squeaking clutch pedal. Ulan sattı ben ve siktir ya. Bunda nədir? Patlak lastik, akü, alternatör karşı horn. Bu 2 saniyeli işti. Sen önce içeri alın. Nədir bunda? Patlak lastik var da, akü de var. Patlak lastiğim budur. Alternatör karşı istiyorsan bir de değişmeyi. Alternatör karşı o hornu da içeriden eləyəcəm akıydı. Sonra bir daha sen test lastiğini sökün. 18 inç winter. 18 inç winter. 18 kışlık. 18 kışlık. Bir tane elektronikten şey alternatör karşı aküsünü değiştir deyirdi buna. Yoksa aküyü değiştir. Bir tane akü ve horn hansıydı görən. Oradan təkər götürdün sən? Yaxşı elədin. Şeyə görə edirəm da.
Hadi ben bunu niye aşağı indirdim? Şu yukarı kaldırma ya. Patlak lastiği değiştim de ama. Buradan da değişmem. Bu da lastikleri değişiyor. Patlak lastiği bul diyor. Neyse, ben göreyim de. Bir tane de teker lazımdı 18'lik. 18 kışlık. Teker görev eləmək istəmirəm. Teker görevi yolladım. Bir tanesi maraqlı bir şey değil diye. Deyirdi jantı değiş. O yüzden nadir bir jantla. Normal nüfus verir o. So bununla işim kurtardı. O jant söhbətini bırak mənə, mən əldə eləyərəm. Boş yerimiz var. Hey, your car is ready for pickup. Sen ne götürdün? Bir daha maşını götürdüm. Onun sürətini test edirəm. Görüm necədir, yaxşıdır, yoxsa. Güzel. Car hasn't been behaving well. 119 iş istemiyorum. Can you take a look at my 656'lık da iş istemiyorum. Akşam oldu ya amına koyayım. 335'liği de iş istemiyorum. Benim ve sen de. Hadi bəy, Ha, Check what's wrong. məncə bəs eləyər bugünlük. Hadi. Yoruldum. Yaxşı bir dənə bu içəri alım maşını. Qoy elə qutaraq. Normal pul kasmış, xəbərimiz olmadan. Bugün varlandır. Davay. Kaldır, Öyle. lan sıkmıyor. Çat. Hemen de bir tane kaldırım. Bir tane kapak Şu- fotoğrafı. Ortasında diyen başında. Görüşürüz arkadaşlar.